Bu şəkildə bir adi kəsir verilir və bizdən soruşmaq istəyir ki, məsələn, n 1-dən başlayaraq 19-a qədər qiymətlər alacaq və bu alan bütün kəsirlərin 19 kəsirində ədədi ortası neçə olacaq? Əslində bunu demək istəyir. Prosta sualın qoyuluşunda biraz belə deyək də qarışıqlıq var. Amma indi elə olsa siz nə edərsiniz? Məsəl üçün tutaq ki, deyir ki, n Müəllim, 1-dən başlayır, bəli. burada en 18 götürürük, yoxsa Yox, bizə 1-dən 19-a qədər bütün ədədləri yerinə qoyub o kəsirləri toplamaq tələb olunur. Əgər elə olsa biz mütləq n-i yerinə 1 qoyuruq. Burada birinci kəsir alınır. Yəni söhbət getdi ki, birinci kəsir aldıq. Üstəgəl, çünki bizə belə deyək də bu düsturla verilən 19 kəsirin ədədi ortasını istəyir. Bu düsturla verilən 19 kəsirin ədədi ortasını istəyir. Və biz də burada yerinə qoyanda, məsələn, n-i yerinə 2 qoyuruq. 2 qoyanda bunu alırıq. 3 qoyanda digərlərini alırıq və ən sonda n-i yerinə 19 qoyuruq. 19 vur 20 alırıq. Bunun Mənim təbii bir ki, çoxu bir gəlsin 20. həm elə eləmək olar, həm də məsəl üçün 1, 2, 19-a qədər gedibsə, 19-a Sizdə gedibsə, 2-də 1 də var, elə də çıxarda bilərik. yox, Müttəfiq xərcini. belə birləri sürətdə toplayıb 19 dənə 1 yuxarıda yaza bilərik. Aşağıda da ən kiçik ədədi ən böyük ədədə vurub aşağıda yaza bilərik. Bu bizə verəcək Bəli. 20-də 19-u. Müxtəlif yol var. Bu tip misallar demişdik bunun adına. Bu tip misalları həll edərkən sürətləri cəmləyib yuxarı yazmaq, aşağıda da Mənim ən 19-da 20-də 19, yoxsa 20-də bəli, 20-də 19-da, 20-də 19. Və təbii ki, bunun ədədi ortasını da tap deyəndə, biz bunu 19 ədəd olduğuna görə, 19 kəsir verildiyinə görə 19-a bölürük. 19-a böləndə 19-lar gedir, bizdə qalır 20-də 1. 20-də 1-i də 5-ə vursaz 100-də 5, 0-dan 100-də 5. Yəni burada 19 2 dəfə düşür. 1919-dan eləsəz, gəlin onunla da eləyək. Bir dəqiqə. 1919 dənə tutaq ki, belə kəsir olsun. Buranı silək. Deməli, neçə dənə kəsir olsun? Tutaq ki, 1919 dənə kəsir olsun. Heç düşünmürəm olacaq, amma yenə baxaq, birdən olar. Deməli, 1919 dənə kəsir olması üçün burada 1919 vur 1920-yə dayanmalıyıq. Tamam, buranı yığışdıraq. Və bu zaman sürətdə 1919 dənə 1 olacaq. 1919-u yazdıq. Aşağıda da 1920 olacaq. Tamam mı? İndi biz bunu təbii ki 1919-a bölsək, yəni 1919-da 1-ə vursaq və bu zaman bizim alacağımız cavab 1920-də 1 olacaq. Təbii ki 1920-də 1-də cavabların heç birində yox. Yəni dediyim yolla gedəcəyik. Yəni mənası odur. Keçək. 22-yə də baxaq da zəhmət olmasa. Hə, baxaq. Yəni. Ardıcıl gedək. 22 siz göndərin mənə ki, həmin şəkil mən onlara baxa bilim. Məsələn, mesajdan şəklini çəkin göndərin. Siz Zeynəb müəllimə göndərin. Məsələn, kor bucağın təpəsindən buna baxaq. Deməli, kor bucağın təpəsindən bucağın daxili obasında olmaqla məsələn, bir kor bucaq çəkək. Tutaq ki, bu A-dır, bu O-dur, bu da B-dir. Bu O nöqtəsindən daxili oblastında olmaqla tərəflərinə perpendikulyar çəkilmiş şüalar. Deməli, tərəflərinə perpendikulyar şüalar çəkməliyik. Təbii ki, burada 2 dənə perpendikulyardan söhbət gedəcək. Məsələn, biri belə olsun. Tutaq ki, bu OC şüası olsun. OC şüası OB-yə perpendikulyar verilsin. Tamam mı? Tamam. Növbəti bizim şüamız A ilə C-nin arasında yox, bu istiqamətdə getməlidir. Yəni, burada şəkli çəkəndə diqqətli olmaq lazımdır. Çünki bu istiqamət sol tərəfə gedə bilməz. COA istiqamətində, yəni orada şüa çəkə bilməzsiniz. Çünki kor bucaqdır. Bu da 90, o tərəfdə bir 90 olmaz. Deməli, Y nöqtəsi də burada götürsək, deməli, burada 90 olacaq. Belə halda bir dənə bir şey deyim. Burada, məsəl üçün, 2 dənə 90 görürük də biz. Məsəl üçün, BOY və
BOY bucağı, bucaq BOY hər zaman bərabərdir bucaq AOC-yə. Səbəb. Çünki bu ortaqdır. Bura ortaqdır. Məsələn, bura Y qoyun, bura Z qoyun. İndi baxaq. X-dən Y-in cəmi 90-dır. Çünki özü deyib. Və Z-dən də X-in cəmi 90-dır. Onu da özü deyib. Nə görürsünüz? Demək, X üstəgəl Y, Z üstəgəl X-a bərabərdir. X üstəgəl Y, Z üstəgəl X-a bərabərdir. Buradan da Y-in Z-ə bərabərliyi meydana çıxdı. Onda belə çıxır ki, deməli, biz Y əvəzinə elə Z əgər biliriksə yaza bilərik. Amma indi bizə verilənləri yazaq. Məsələn, deyir ki, bucaqlar A bölünsün, A çıx 1, bir də bölünsün 5. Bu nisbətdə bucaqlara ayırır. Onu çəkən şualar. Tamam. Burada təbii ki, biz məsələn Y-dən Z-in yerinə hansısa bucaqları yazmalıyıq. Doğrudurmu? Mən birinə A, buna AK da deyə bilərsiniz hətta. Məsəl üçün nisbətləri yazanda, məsələn 5 nisbətlisə 5K yazdığımız kimi belə də yaza bilərsiniz. Z-ə də yazıram 5K. Bu zaman biz nə görürük? 5K ilə AK-nın bərabərliyini görürük. 5K ilə AK bərabərsə nə gördük? A-nı 5 tapmış olduq. A-nı 5 tapmış olduq. Tamam. A-nı 5 tapandan sonra bəs ortanı necə tapacağıq? Çünki biz ortaya da açıq 1 demişik. Tutaq ki, bu alınan bucaqlar açıq 1 K nisbətində deyibsə. Demək, burada yazıram açıq 1 vurulsun K nisbət. Tamam. Əgər beləsə, hələ biz A-nı tapmışıq, amma AK-nı tapmamışıq. Biz bucağa AK demişik. AK demişik. İndi açıq 1K ilə 5K-nın toplamı və yaxud AK-nın toplamı nəyi verir bizə? 90-ı verir. Onda buranı silək. Deməli, onda biz yaza bilərik ki, A-nın yerinə hətta 5 də yaza bilərik. Məsələn, 5K üstəgəl açıq 1K verməlidir bizə 90 dərəcə. Buradan A-nın 5 tapsaq, 5K üstəgəl 4K, A-nın yerinə 5 qoyandan sonra 90, K-nı tapmış olduq 10. Deməli, K-nı 10 tapan kimi bucaqlar açıldı. İndi bütün bucağı tapmaq üçün də yerinə qoymaq lazımdır. Məsələn, 5K, bir də 4K, 9K-dır. Burada da YOB bucağı 5K-dır. Deməli, olacaq 9K, o da 5K, 14K. 14K-dırsa, K-nı da 10 götürdük. 140 dərəcə kör bucağı tapmış olduq. Yəni, deyək ki, şəkli düzgün çəksək və yaxud orada həmin o YOB-nin AOC olduğunu anlasaq, bunu çözə bilərik. Onu da anlamaq üçün əzbərləməyə də ehtiyac yoxdur. Sadəcə olaraq bayaq yazdığım kimi X, Y, Z qoyub verilənləri, tutaq ki, Z-dən X-i 90 götürüb, Y-dən X-i 90 götürüb, oradan da Y-dən Z-in bir-birinə bərabər olduğunu görmək olar. Aydındır yəqin ki. Sonra satıcı 53 eləyək. Satıcı maya dəyəri 137 manat olan bir malı götürür və onun 5də 3 hissəsini 40% gəlirlə. Deməli, mayası 137 manatdır. 137 manatdır. 5də 3 hissəsini, bu maldan 5də 3 hissəsini götürür, 40% gəlirlə satır. 40% gəlirlə satır. İndi buradan belə bir sual yaranır. Biz malımızın nə qədər olduğunu bilirikmi? Məsələn, biz 137-ni 5də 3 hissəsini tapa bilərikmi? Əslində 137-nin 5də 3 hissəsini də tapa bilərik. Ədəd də qoya bilərik. Elə X ilə getdim hamısını. Amma sonda 137 ilə necə əlaqələndirəcəyimi bilmədim. Tamam. 10% ziyandır burada. Yəni, burada gəlirimiz yoxdur. Bir də burada qalan məhsul. Qalan məhsul tez tapaq. 5də 3, 5də 1, 5də 4 elədiyinə görə qalan məhsul 5də 1 deyir. Deməli, bunu da 15% gəlirlə satır. Xeyr deyir, gəlir fərqi yoxdur. Gəlirlə satır. Tamam, biz bu şərtləri sonraki uşaqlar bunu görsünlər deyə yazıram. Bir dəqiqə burada misal hara getdi. Demək, onda bütün suallar elə sual imiş ki, yəni hamının testi işləmək lazım olacaqmış. Bir dəqiqə. İndi deməli, ümumilikdə neçə faiz gəlir əldə edir? Deməli, biz bunu iki yolla çözə bilərik. Bir 137-nin köməyi ilə gedə bilərik. Məsələn, bu necə ola bilər? Məsəl üçün, dənəsini 1 manata almışam. Dənəsini 1 manata. Onda 137 dənədə mal almışam deməkdir. Onda belə çıxır ki, mən 137-dən işləyə bilərəm.
Məsələn, 137-nin 5də 3-ündən 40% gəlir götürəcəm. Ümumiyyətlə 40% gəlir nə deməkdir? 1 manata satdığım bir şeydən 40% Bir gəlir onda nədir? 4'e vurma. 1.4. 1.4. İndi məsələn deyə bilərsiniz ki, bəs biz bunu necə yazaq? Məsələn 137-nin 5də 3-ünü bura 137-nin 5də 3-ə vurun. Bir Düzdürmü? de 1 onda 4. Bəli, bir də 1.4-ə. Birbaşa amma ola bilər ki, biz elə birbaşa gəlirimizi tapaq. 0.4-ə vuraq. 0.4 Müəllim, bizim gəlirimizdir axı. bəli. Bəli. Müəllim, mən orada hamısından elə bir x götürdüm 137. Mənə qarışmasın deyə. 5-3'ü vurdum 1 onda 4'e. Sonra 90 0 onda 9. Sonra da 15'te 1 tam %15. Elə vurdum. Sonra da dedim 137'ni elə bir x'i mötərizə xaricdən çıxarmaq kimi daha. Sonra 137'in bu birlərini dedim vurum. O da alınmadı. Tamam. İndi mən deyəcəm siz bunu qeyd edin, baxın. Məsələn, bu gəlirimi tapdım. Gəlirim. Mənə maraqlıdır ki, mənim görüm gəlirim nə olacaq. Bu gəlirim. Üstə gəl növbəti gəliri də tapın. Növbəti gəlirdə də yenə 137-dən söhbət gedir. Gəlin 137-ni mötərizənin kənarında yazaq. Bir də təkrar yazmayaq. Məsələn, bu 5də 1 hissəsini də 15% gəlirlə satmışam. 0,15. Məsəl üçün ziyanda təbii ki, mən artıq ziyana düşürəm. 10% ziyana düşürəm. 5də 1 vurulsun 0,1. Bu mənim ziyanım. Deməli, son nəticədə bu aldığım buradakı cavab nəyi verəcək mənə? Aldığım cavab mənə verəcək mənim gəlirim. Və deyir ki, ümumilikdə neçə faiz gəlir əldə edibdir. Fikir verin, ümumilikdə neçə faiz gəlir əldə edibdir. Mən yəni faizi tapmalıyam da, görüm ki, mənim bu əslində məbləğdir. Tapdığımız məbləğ. Bu məbləği biz neynəməliyik? Bu ki, bu məbləğ mənim gəlirimdir. Tutaq ki, 500 manatdır, 400 manatdır. Bunu bölməliyəm nəyə? 137'ye bölüp. Neçəyə? 137'ye bölüp 137'ye. 137-yə mi böləcəyik? Çünki niyə 137-yə bölürük? Yox, 100-ə yox. Niyə 137-yə bölürük? Çünki mən 1 manatdan götürmüşəm mayasını. Aydındırmı? Mən mayanın içində neçə faiz gəlir götürürəm. Ona görə də 137-yə bölmək lazım olacaq. Demək, burada 137-nin elə bir rolu yoxdur. Yəni, biraz diqqətli adam, məsələn, burada elə bir rol olmayacaq. Vurulsun 100%. Deməli, təsəvvür edin ki, bizim tutaq ki, 50 manat gəlirimiz var. O gəliri neçə faiz yer tutur? Mayanın içində neçə faiz yer tutur tapmalıyıq. Onda belə çıxır ki, bu 137-lərin bir rolu yoxdur və bunu hesablamaq lazımdır. Məsəl üçün, mən 100-ü içəri də vura bilərəm, istəsəm, hamısına, bir-bir. Məsələn, 100-ü 5-dən ixtisar, məsələn, 100-ü belə 0.4-ə orada vuranda, orada 4, ondan da 5 gedir, 2. Necə? 0,129. Elə bütün cavabı al. Mötərizənin. Mötərizənin içinə aldınız. Bəli. Məsələn, burada Sonra da mən 100'e birbaşa edirəm. Birbaşa edirəm. 1,2-ni 100-ə vuranda, 1,2-ni 100-ə vururamda 120 böl 5 buradan. Burada 100'ü vurdum, 15 bölünsün 5 buradan. Çıxılsın, 100'ü vurdum, 10 bölünsün 5 də buradan. Belə yazım, geçsin. Bu 5 üstü. 5. 120-ni 5'ə böldüm, 24. Üstə gəl, 15'i 5'ə böldüm, 3. Onu 5'ə böldüm, 2. Tamam, burada 25% etdik. 29 deyil. Bəli, Siz müəllim, mən topladınız. çıxmışam. Bəli. Bəli, toplamışam mən. Bəli. Tamam. Uşaqlar, bu cavabda 25% olacaq. Cavab 25%. İndi bunu Ne faizi? Müəllim 53-cü sual idi oxuduğunuz. bəli, 53-cü sual. Cavab orada 32 verilib axı. İndi siz 32-ni necə alacaqsınız ki? 32 alınmır. Deməli, cavablarda yoxdur, amma cavab 25%. Bir də bunu məsəl üçün belə eləyə bilərsiniz. Məsələn, tutaq ki, lap qaranlıq qalıb. Məsələn, 10 dənə bir əşya götürürsüz. 10 dənə əşya. Niyə 10 dənə? Çünki məsələn, onun 5də 3-ü tam ədəddir, 5də 1-i tam ədəddir. Aydındırmı? Yəni 10 rahatdan onunla işləyə bilərsiniz. Məsələn, onun 5də 3-ünü tapacaqsınız. Deyəcəksiniz ki, 6 dənəsində, 6 dənə məsəl üçün kitab satıram. Oradan mənə 40% gəlir qalır 6 dənə kitabdan. Belə gedə bilərsiniz və onun da mayası 137 manatdan işləyə bilərsiniz. Amma yəni burada 137-nin elə bir rolu yoxdur. Yəni gördünüz ki, mən neynədim? Dənəsini 1 manat edim. Necə?
137-ni elə bil x kimi götürdüm. Gördüm elə 137 qoysam da fərq eləmir də. Yəni Bəli, axırda bəli, gedir. Ona doğru. görə götürmədim. Sonda elə məndə də 125 oldu. 125-dən də 100-ün elə çıxdı. Mən elə siz 1.4, siz elə 0.4 götürdünüz. Elə getdim amma 25 almışdım. Cavabda yox idi deyə cıza İndi, bilməmişdim. indi gəlin belə fikirləşək də. Yəni əslində biz özümüzü testdə necə yoxlayırıq? İndi düzdür, nəticə də istəyirik, məsələn, nəticə olsun. Amma məsəl üçün bunu siz öz xeyrinizə qeyd edəcəksiniz. Məsələn, sual tutaq ki, nəsə düz gəlmirsə, siz amma bunu gedə bilirsiniz də demək ki. Demək ki, bunu özünüzə xeyir kimi, plus kimi yazacaqsınız ki, hə, faizdən belə bir sual düşmüşdü. Mən bunu gedişatını düz getmişəm. Amma nə olsun orada cavabda fərqli cavab verilib, mən düz getmişəm. Və bu formada yanaşsaz, məncə daha gözəl olacaq. Bu belə. Miqdə faizdən neçə sual düşür? Ən azı bir düşür, yoxsa Bəs nə? artıq da düşür? Yox, artıq düşmür. Məsələn, ən azı bir sual düşür. Ən azı bir sual. Məsələn, indi biz gəlin dərslərimizdə bu gün bu işlərdə məşğul olaq. Gəlin dərslərimizin birində indiyə qədər keçdiklərimizin sizə aid sizə test verərəm. İmtahana düşəcək sual tiplərindən. Yəni verərəm, siz də baxarsınız, hətta dərsdən əvvəl verərəm. Dərsdən bir saat əvvəl ataram. Siz onları həll edərsiniz. Yaxşımı? Sonra onu müzakirə edərik. Həm bilərsiniz ki, hansı formada düşür. Belə, məncə gözəl olacaq. Keçək növbəti suala. Növbəti sual 59 görürəm burada. 59. Artırdı. İndi orada bir dənə inflyasiya məsələsi var idi. Onu kim görə bilirsə nömrəsini bilmirəm. Ona da baxarsınız da zəhmət olmasa. Mən çıxa bilmirəm Zoom-dan çıxan kimi atır. Aydındır. Baxım görüm əgər atılıbsa. O sualı skrinləməmişdim. Aydın. 60-cı sualı eləyim. 60-cı sual burada. A kvadratı üstəgəl 6A üstəgəl 7. Bu elə bizim indiki mövzumuza uyğundur. Ona görə bunu yazıram ki, öyrənək hamımız. Deməli, 2B çıxılsın 2. Yəni, bu suala diqqət edək. Yəni, belə sual imtahanlara həmişə sala bilərlər. Burada modul çaşdırdı deyə mənə. O əvvəlin elədim, modulda nəsə eləşdim, bilmədim niyə. Elə bu sualın gözəlliyi də moduldadır, baxacağıq. Burada modulun üstündə 3 verilibdir. Modulun üstündə 3 verilibdir. Bu da çıxılsın 10. Yəni, modulun üstündə 3. Tamam. Gəlin belə baxaq. Bizə ən kiçik qiymət soruşur. İfadənin ən kiçik qiyməti. Deməli, biz ən kiçik qiyməti tapmaq üçün çalışırıq ki, mümkün qədər hər mötərizədən, moduldan az bir şey çıxardıq. İndi mən fikirləşirəm ki, A kvadrat üstəgəl 6A üstəgəl 7 mötərizənin üstü 4, 0 olsaydı içərisi, 0-ın üstü 4, 0 olardı. Bundan da kiçik heç kim heç nə çıxarda bilməzdi. Lakin 0 ola bilərmi? Biz bunu kvadrat üçəllinin ən kiçik qiyməti, ən böyük qiyməti keçmişik, amma ən gözəllərindən biri diskriminantdır. Əgər diskriminant 0-dan kiçik olarsa, yəni daha doğrusu elə belə deyək də, diskriminant 0-dan kiçik olarsa, biz əbqi əkliyə müraciət etsək daha gözəl olar. Əgər diskriminant varsa, diskriminant 0 və ondan böyük bir şeylər alırsa, deməli içərisi 0-a çevrilir. Məsələn, B kvadrat 36-da 36-dan 42 çıxanda mənfidir. Demək ki, bunun 0-a çevrilməsi içərisinin mümkün deyil. Yəni, kökləri yoxdursa 0-a çevrilmə söhbəti yoxdur. Tamam, onda biz bunu bu formada yaza bilərik. Deməli, A üstəgəl 3. Müəllim, niyə 43 yazdınız? 43. B kvadratı diskriminant B kvadratı çıxsın 4A. Düzdür. 36-28. 0 olur. 0 olur. 0 olursa heç belə yazmaya ehtiyac yoxdur. Amma tutaq ki, 0 olmasaydı, bəli, A üstəgəl 3 mötərizənin kvadratı 9 eləyir, çıxılsın 2. Lap belə yazmışıq, tutaq ki, belə yazanda əgər ortada çıx varsa, demək mötərizənin içi 0 olur. Biz düzdür, mötərizənin üstü 4 olmasaydı, ən kiçik qiymət içərdən -2 çıxardı. Fikir verin, mötərizənin üstü 4 olmasaydı, tutaq ki, 3 olsaydı, biz mötərizənin içərisindən ən kiçik -2 çıxardacaqıq. -2, -3 çıxmayacaq. Deməli, indi hal-hazırda içərisi 0 olacaq. Bu belə, diskriminant varsa, bəli, dərhal 0 yaza bilirik. Deməli, bu gedir 0-a, bu gedir 0-a. Bu belə. Keçdik ikinciyə. İkincidə B kvadrat çıx 2, B çıx 2. Burada da diskriminant var. Təbii ki, burada çıx varsa, mütləq diskriminant müsbətdir. Tamam, bu diskriminant müsbətdirsə, demək içəri 0 olur. İçəri 0 olursa,
Buradan belə bir sual. Mən onu 0 yaza bilərəmmi? Xeyr. Deməli, üstün cüt olması ilə tək olmasının böyük rolu var. Üstü təkdir. Təkdirsə, biz mütləq kvadrat üsəlliğinin ən kiçik qiymətini yazacağıq. Yəni, B çıxılsın 1, soldakı kimi. İndi soldakını yazmışam, yazmaya da bilərik. Amma indi yazmışam. Bunun kvadratı, əsas hansına fikir veririk? B kvadratından 2B-yə fikir veririk. Müsbət 1 çıxırsa, çıx 3 qoyuruq ki, mənfi 2-ni versin. Bura hazır. Hamısını bu vəziyyətə çalmalıyıq. Modul içərisi 0 olsa, super olur. Modulun içi 0 olanda, zaten deyə bilərsiniz ki, məsələn 0 olmazsa, onda da onu bu şəkildə yazmalıyıq. Çünki zaten mənfi çıxası deyil moduldan. Deməli, mənfi C kvadratı çıx 10C üstəgəl 3. Mən bunu, əgər diskriminantı bir də deyirəm, əgər diskriminantı varsa, indi baxaq, diskriminantı varsa dərhal 0 qoya bilərəm, heç ikəlinin kvadratını ayırmaram, tapmaram. Məsəl üçün, elə onun kvadratından yazsaq 100, burada üstəgələ çevrilir. Fikir verirsiniz, niyə mənfi C kvadratının qarşısında mənfi 1 var? Demək, bu diskriminantı var. Yəni, dərhal görürsünüz ki, diskriminant olacaq. Əgər diskriminant olacaqsa, biz içərini 0 götürə bilirik. Yəni, bir də oturub fikirləşmirik ki, görək, burada ən kiçik qiymət neçə olacaq? Bu getdi 0-a. Aydındırmı? Bura 0 yaza bilərik. Çıxılsın 10 bərabərdir. Və bundan sonrası məncə asandır. Əgər bu 0-a getdiyini artıq demişdik. Diqqətli olmaq lazımdır. Üstü cüt olanda 0. Üstəgəl. Amma burada içəridə mənfi 3 alır. Mənfi 3 alınır. Mənfi 3-ün kubu. Oldu mu? Çıxılsın 10 yazaq birbaşa. Mənfi 27, mənfi 10, mənfi 37 doğru cavabını aldıq. Yəni, əslində bu çox lazımlı sualdır. Bizə lazımdır bu sual. Ki, gələcəkdə də belə suallarla qarşılaşsaq, yəni üstü 4 olan halı bir başqa cürdür. Üstü 3 olan halı bir başqa cürdür. Modul halı, kök halı bir başqa cür tapılır. Amma yenə deyirəm, kvadrat üçəllilər olduğuna görə kvadrat üçəllinin əgər 0-a çevrilən qiyməti varsa, üstü cüt olan və modul olan hallarda biz çalışırıq ki, 0 götürək. Yox, əgər kvadrat üçəlli 0-a çevrilmirsə, üstü cüt olan halları deyirəm, 0-a çevrilmirsə, çalışırıq ki, oradan ən kiçik neçə çıxa bilər, yəni ən kiçik qiymət neçə alına bilər, onu götürək. Onu yazaq. Düzdür, modulun içində mənfi C kvadratı çıxılsın 10C üstəgəl 3 var. Burada əbıqı tapıla bilər əslində. Belə baxanda mən bilirəm ki, orada əbıqı tapıla bilər. Əbıqı ən böyük qiymət. Amma tutaq ki, ən böyük qiymət 10-dursa, təbii ki, ən kiçik qiymət orada içəridən 0 çıxacaq. Ona görə onu bir də yazmadım. Aydındırmı? Belə. Keçək növbəti suala. Növbəti sual neçə idi baxaq? Ədədi 3, 4, 5 nisbətdə 3-yə böldülər. Kiçik isə ədədin neçə faizini təşkil edir? Arzu müəllimin sualıdır. Deməli, 21-ci sual. Deməli, 4 böl 3 böl 5 nisbətində 3-yə bölmək artıq bir ədədin, birinci ədədin 4K, ikinci ədədin 3K, üçüncü ədədin 5K olduğu anlamına gəlir. Və biz bu ədəd neçədir? O bizə maraqlı deyil. Kiçik hissə 3K götürürük. Ədədin hamısını cəm götürürük. Yəni 12K-nı götürürük. Və neçə faizi dediyinə görə 100-ə vurur. Yəni bir ədəd, o bir ədəd neçə faizi deyəndə bu cürdən. Və salam, buradan da 4-də 1, 25% cavabını alırıq. Bu belə. Orada diaqramla bağlı bir 22-ci sual var. Məsəl üçün, bəzən əyanədə o diaqram düşməmişdi. Amma məsəl üçün sizdə düşübdür də var. Onu da eləyək. Məsələn, diaqram şəkli verilibdir. Məsələn, sağ tərəfdə sadə qruplar verilibdir. Sadə qruplar. Bu abituriyentlərə də düşür. Yəni bu formada çox çətin sual deyil. Məsəl üçün, burada sayını göstərir. Burada da demək, diaqramda göstərir ki, baxın, 2 vurğu var. Mən indi elə belə çəkirəm ki, məsələn, tutaq ki, Səbinə müəllimə buradadırsa, Səbinə müəllimə baxsın. Deməli, bu formada gedir. Deməli, bura 2 vurğunun ədədləridir. A, deməli, rənglənəndir, B rənglənməyəndir. Beləncik deyilir. Və burada da, buranı da 2 götürüblər, buranı 3 götürüblər. Yəni, bu nə deməkdir? Deməli, A ədədi var, B ədədi var. Əbab AB-ni soruşur bizdən. Təkcə, indi diaqram bundan ibarət deyil. Bu tərəfdə də
5 vuruğundan danışılır. 5 vuruğundan danışılır. Belə uzadıblar bunu. Ağ götürüb, yox, bunu rəngləyiblər. İndi rəng tam düşmüyor, amma belədir. Burada da bir dənə buranı da belə götürüblər. Burada yazıblar 3 və həmin bu hissədə 1 yazıblar. Yəni buranı belə işarə qoyublar ki, bu 1-ə gedir. Buranı da belə işarə qoyublar ki, bu 4-ə gedir. Deməli biz A-nı mütləq 2-dən neçə dənədir? 2-dən rənglənən A-dır. Özü deyib ki, rənglənən A-dır. Deməli A həm burada var, həm burada var. B də ağ olandır. B də ağ olandır. Deməli 2-dən neçə dənədir? 2 dənə. Yazdıq başına 2 dənə. Vurulsun. Axı A-dan təkcə 2 yoxdur, 3-dən də var. 3-dən 4 dənədir. Yazdıq başına. Sonra B-ni tapırıq. Eyni qayda ilə 2-dən 3 dənədir. 3 yazırıq. Vurulsun. 3-dən də 1 dənədir. Elə belə qalır. Məsələn, indi bunun əbobunu tap deyəndə biz nə etməliyik? Kimdə 2-dən azdırsa onu götürürük. Yəni 2-dən 2 dənə olanı götürürük. 3-dən kimdə azdırsa onu götürürük. 3 də burada 1 dənədir. Onu götürüb yazırıq. Əkobda çoxu götürüb yazırıq. Aydındır yəqin ki. Bu da bizə 4/3-dən 12-ni vermiş olur. Yəni bu asan sual idi. Bunu yəni yazmağa borcu yox, yəni işləməyə borcu yox. Sonra məsələn 880 manat 2-5 ilə düz mütənasibdir. 800 bu da neçənci sual? 23-cü sual. Demək 23-cü sualda 880 manat pul verilibdir bizə. Bizə deyir ki, bu məbləğ 2 və 5 ilə düz mütənasibdir. 2 ilə 5 ilə düz mütənasib deyəndə 2K, 5K bunları götürə bilirik. Həmişə. 3 ilə tərs mütənasibdir. 3 ilə tərs mütənasib olanda 3K yox, 3də 1K götürür. Tərs deyəndə ədədin tərsini tapıb düzdə olduğu kimi edirik. Elə ki, belə verir bizə. 2/5 bölünsün 3 yox, 3də 1 yazmalıyıq. Bu formada və bundan da davam eləməliyik. Və bərabərdir 880 manat yazırıq. Məsələnin şərtinə, yəni şərt yoxsa 3 nəfər arasında mütənasib bölünmə baş verir, amma sadəcə 3 ilə tərs mütənasib. Burada hər tərəfi bu 7K olsun, 3-ə vuraq. 7K-nı 3-ə vuranda 21K. Buradan yuxarıdan da 1K gəldi. Bərabərdir. Burada 3 vur 880 yazaq. Yəni vurmağa ehtiyac yoxdur əslində. İxtisarlar gedir. Çünki 22K bərabərdir 3 vur 880. Gördüyümüz kimi 880-i 22 ilə apara bilirik. K bərabərdir 3 vurulsun. Səhv eləmirəmsə 40. Bu da elədir 120. K-nı tapdıq amma. İndi bizdən ən çox pul alanı soruşur. Məsələn, burada diqqətli olmaq lazımdır. Yəni biz artıq 3də 1 K-ya baxırıq, 5 K-ya baxırıq. Təbii ki, 5 K ən yüksək alandır. 5-i də 120-yə vuraraq 600 manat pul aldığını, ən çox alanın 600 manat aldığını tapa bilirik. Sonra baxaq görək başqası varmı? Gözümdən yayınanda deyil. 31-ci sual. 31-ci sual. 31-ci sualda deyir ki, MN 2 üstəgəl 4A verilibdir. Bərabərdir 8 üstəgəl 10B verilibdir. Bizə deyir ki, bu şərti ödəyən MN natural ədədlərdən ən kiçiyini. Demək, birinci MN-i tapmalıyıq. Bu ən kiçik MN-i tapmalıyıq. Sonra onun tək natural bölənlərini tapmalıyıq. Aynı anda B-nin natural ədəd veribdir. A da natural ədəddir, B də natural ədəddir. Tamam. Biz bunu necə eləyirdik? Əslində, burada məsələn 2 ilə 4-ün arasında 2 vahid var. Məsələn 8 ilə də 10-un arasında 2 vahid var. Mən həmişə belə demişdim ki, özünüzdən bərabərin hər tərəfinə 2-ni əlavə edin. 2 əlavə edəndə burada 4 üstəgəl 4A yaranır. Burada da 10 üstəgəl 10B yaranır. Buradan da biz 4-ü mörtəzə kənarına alsaq 1 üstəgəl A burada yaranır. Buradan da 10-u çıxardanda 1 üstəgəl B buradan yaranır. Yəni bir növ qruplarına ayırmış oldu. Buranı da hələlik belə saxlayaq, sonrasını baxacaq. Tamam. İndi elə ki, həm 4-ə bölünən, həm 10-a bölünən ədəd axtarırıq. Həm 4-ə, həm 10-a bölünən ədəd təbii ki, əkobdur. Əkob 4-ə 10, bu da elədir 20. Deməli, biz bu ifadəni 20-yə bərabər olacağını düşünürük. 20-yə bərabər olacağını düşünürük. 1 üstəgəl A vur 4 bərabər 20-dirsə, 1 üstəgəl A 5-i verəcək. A buradan 4-ü verəcək. İndi bizə A-nı B-ni soruşmur, amma yenə də özünüz üçün tapa bilərsiniz ki, natural ədəd olsun. Çünki birdən natural ədəd olmaz. 1 üstəgəl B, əgər 20 idisə 10 vurulsun 1 üstəgəl B, onda 1 üstəgəl B 2-ni verməlidir. Tamam, burada da natural ədəd aldıq. Yəni buna diqqət eləmək vacibdir. Ondan sonra MN-i axtardığımızı bilirik. MN üstəgəl 2-nin cavabı mütləq 20-yə bərabər olmalıdır.
A-nı, B-ni ona görə tapdıq ki, əmin olaq ki, bunlar natural ədədlərdir. Mn oldu 18. Bu ən kiçik deməkdir. Çünki əkobun köməyi ilə tapmışıq. İlk 20-ni tapmışıq. Deməli, 18 olanda bizdən soruşulan şeyə baxın. Deməli, 18 ədədinin nəyini soruşacaq? Tək natural bölənlərinin cəmi. Əgər tək natural bölənlərinin cəmi yadımızdan çıxıbsa ki, biz onu hansı yolla tapırıq? Tək natural bölənlərin cəmi. Burada rahat şəkildə bir-bir də tapa bilərsiniz. Amma tövsiyəm onu da təkrarlayın. Məsələn, gələn dərslərdən birində soruşaram. Tək natural bölənlər var, bir də cüt natural bölənlər var. Amma böyük ədədlər üçün çox rahatdır. İndiki halda 18 1-ə bölünür. Bunların cəmini axtardığımıza görə üstə gəl qoyaq. 18 tək ədədlərdən 3-ə bölünür. Sonra 5 gəlir, bölünmür, 7 gəlir, bölünmür, 9-a bölünür. Doğrudurmu? Və 9 onun yarısıdır deyə bir də özünə bölünəcək. Demək, bu da bizim cavabımız. 13. 13. Bu da belə. Keçək. Müəllim, Bəli. plus 2-ni nəyə görə gəlirik üstünə? Mən orasını tuta bilmədim. Tamam. Burada vurma yaradıram. Niyə vurma yaradıram? Fikir verin. 4 vurulsun, mörtəzədə bir üstə gəl A. Deyə bilərsiniz ki, bəs yuxarıda yarada bilməzdikmi? Məsələn, belə bir sual. Yuxarıda yarada bilməzdikmi? Məsələn, 2-ni mörtəzə xaricinə çıxardıb, bir üstə gəl 2A yaza bilməzdikmi? Məsələn, çox maraqlıdır. Yaza bilərdik, yoxsa yox. Buradan da 2-ni çıxardıram, yazıram. Məsələn, 4 üstə gəl, nə yazıram? 5B yazıram. Məsələn, belə olan halda, bu mörtəzənin içində fikir verin, A və B, yəni məsələn, mörtəzənin içində mən nə almışam? 1 üstə gəl A, 1 üstə gəl B almışam. Bu mənim Əmsalsız lazımdır. Necə? A bizə əmsalsız lazımdır da onda yəni qarşısında heç Bəli, əmsalsız lazımdır. Əmsalsız olmalıdır ki, biz onu çözək. Ona görə ümumi qayda üstü, ona görə soruşuram. Tamamilə doğrudur. Məsələn, əmsalsız lazımdır ki, onu tapa bilək. Bu əslində bu da yaxşı suallardan biridir. Yəni bunu da belə deyək, arxivə salmaq. Müəllim, orada məsələn biz 10n plus n şəklində ədəd deyə mən misalı özümdən uydurub 10b plus 8-dir deyə b-ni minimum 1 götürdüm. Oradan 18 tapdım. Yəni onsuz da 10b plus ədəd şəklində. Aydındır. Bəli, elə fikirləşib düşünə bilərsiniz ki, b natural ədəddir. Bəli, 1 götürüb 18 qoymaq olar. Onda gərək A-da düz gəlsin. Yəni A-ya da elə bir ədəd vermək olsun ki, orada alınsın. O da alınır. Məsəl üçün 4 vur 4, üstə gəl 2, yenə də 18 olur və tamamilə doğru fikirləşirsiniz. Əslində mənim yazdığımdan bu daha qısa yoldur da. Amma mənim yazdığım ümumi bütün misallar üçün keçərli yoldur. Yəni biri var ki... Bəli, yoxladım sonra uyğun gəlir. Düz eləmişsiniz. Yəni belə. A necə uyğun gəlmir? Yox, uyğun gəlir. Yoxladım. Məsələn, bir verib B belədir deyib qurtarmamışdım orada. Uyğun gəlirsə. Tamamilə düzdür. Məsələn, B-yə 1 verib 18 tapıb, zaten 18-dən kiçik olası deyil də. B-yə ancaq natural ədəd olduğuna görə yalnız 1, 2, 3 belə qoya bilərsiniz. 1 qoyanda 18-də alınırsa və burada A da düz gəlirsə, yəni o cavaba uyğun gəlirsə, bitdi, getdi. Yəni ola bilərdi ki, 1 qoyardınız 18 olardı. Məsəl üçün burada da 1 üstə gəl 4A olardı. 18-dən 1-i çıxanda 17 olardı. 17 4-ə bölünmürdü. Siz M-ni 18 götürüb tapsaydı səhv çıxardı. Yəni amma uyğun gəlirsə və 1-ə ən kiçik də 1 qoymusunuz və salam, demək ki, misal tam doğru olacaq. Bəli, amma məsələn hər misalın mütləq 1 qoyanda alınacaq deyə bir qaydası yoxdur. Yəni onu da belə nəzərdə alaq. Sonra keçək o birisinə. Üstə gəl 7-də 9, üstə gəl 5-də 12 nəyə bərabərdir? Yəni aynen ifadə elə daha doğrusu. İndi biz buna x qoyaq, yəni x-i tapmağa çalışacağıq aynen ifadə. Ümumiyyətlə bu tipli sorularda nəyə diqqət edəcəksiniz? Hökmən 13-də 9, 13-də 5 işarəsinə fikir vermədən bunların toplamını, çıxmasını, 1-i verməlidir, 2-ni verməlidir, 3-ü verməlidir, yəni tam ədədi versin. Bunun üçün əgər alınmırsa 9 üstə 5 gəldiniz 14, 9-dan 5 çıxdınız 4 alınmadısa mütləq nə edəcəksiniz? Birini 2-yə vurub sonra toplayacaqsınız.
və yaxud çıxacaqsınız. Və yaxud 3-ə vurub ya yuxarını, ya aşağını, 3-ə vurub digərindən toplayacaqsınız ya da çıxacaqsınız. Məsələn, mən indi tutaq ki, bunu 2-yə vuranda 2 və 9 18 edir. Məsələn, 13-də 18 alınır. Mənfisinə özüm fikir vermirəm. Bu zaman 13-də 8-dən 13-də 5-in fərqində 18 çıx 5-də 13 aldığımı görürəm. Eyni qayda ilə 7-də 9-u 2-yə vuranda 7-də 18 alınır. Və yenə də işarəyə fikir vermədən 7-də 4-dən çıxanda 14/7 alır. Və bunu alan kimi mən misalımda 2-yə vurmağa başlayıram. X-ımı buranı 2-yə vururum. Əgər X-i 2-yə vursaq 2-yə, bu zaman alacağıq belə bir şey. 2X bərabərdir. Mənfini yuxarı qaldırıram. 13-də -18, üstə gəl 7-də 18, üstə gəl 5-də 24. Və anı da onun altından yazım ki, görəsiniz. Məsələn, 13-də 5, çıxılsın 7-də 4, çıxılsın 5-də 9. Tərəf-tərəfə topladığımız zaman bizim istədiyimiz alınır. Bu tərəfdə sağda yazıram. 2x üstə gəl a bərabərdir. -18-dən 5-in cəmi -13 verir. -13 13-ə böləndə -1 burada alırıq. Burada da 18-dən -4-ü toplayanda 14 verir. Müsbət 14. 14-ü 7-də böləndə 2 alınır. Burada da 24-dən 9 çıxanda 15 verir. 15-də 5-ə böləndə 3 alınır. Buradan da biz 2x üstə gəl a-nı bərabərdir 4 yaza bilirik. Təbii ki, 2x-i tapmaq üçün a-nı sağ atırıq. Və x də bərabərdir. Hər dəfə 2-yə böləndə 2 minus a bölü 2-ni ala bilirik. Bizim cavabımız da var. Oldu mu? Növbəti bir sualı da deyim. İnflyasiya məsələsi ilə bağlı imtahana düşən sual. Deməli, inflyasiyada belə bir sual vermişdi. Baxaq, yenə misala. Belə bir sual. İllik inflyasiya 60% idi. Deməli, illik inflyasiya 60% idi. İllik inflyasiya 60%. Bu ölkədə illik maaşı 200% artırırlar. İllik maaşı 200% artırılır. Tamam. İllik maaş əgər 200% artırılıbsa, deyir ki, məsələn, bir insan üçün bunu deyir. Bu insanın maaşındakı artım real olaraq neçə faizdir? Bu cür məsələləri həll eləmək üçün biz bir maaş, bir də xərc yazacağıq. Məsəl üçün, belə misalları daha tez eləmək üçün 100 qoyub 100 manat alırsınız, 100-ünü də xərcləyirsiniz başa-baş. İndi, əgər illik inflyasiyadırsa xərc artır. 60% isə 60 manat artır. Burada olur 160 manat sizin xərciniz. İllik maaşı da 200% artırıblarsa 200 manat, 100-ün 200%-i 200 manatdır, eləyir 300 manat. Bu zaman siz fərqi baxacaqsınız. Xərc artdı, maaş az oldu və yaxud maaş çox oldu, xərc az oldu, fərq etməz. 300-dən 160-ı çıxıb, buradakı fərqi tutacaqsınız. Maaşla xərciniz arasında 140 manat fərq var. Bu 140-ı ancaq xərcinizin içində neçə faiz yer tutduğuna görə biləcəksiniz. Yəni, xərcə bölüb 100%-ə vuracaqsınız və bu zaman real, belə deyək, artımı görəcəksiniz. Alıcılıq qabiliyyətinin yüksəldiyini görəcəksiniz. Məsələn, burada sıfırları atırıq. 14-dən 16-nı 2-yə bölürük 8, burada 7. 8-dən də 100-ü 4-ə bölsək, burada 25, burada 2. Yəni, 7-ni 25-ə vuraq. 175, 175-in yarısında 87,5% ilə yaza bilirik. Və bir dənə də belə bir suala diqqət edəcək. Müəllimələrimizin birinin atdığı sual idi. Onu yazaq. Yəni, hamıya aydın olsun. Deməli, sualımız belə idi. Modulda x üstə gəl 15, üstə gəl modulda x üstə gəl 12, üstə gəl 3 nöqtə, bu formada 3, 3, 3, 3 azala-azala davam eləyir. Yəni, azalma dediyim budur. 15, 12 olur. Belə-belə gedə-gedə azalır. Deməli, burada da x çıxılsın 12 yazılıdır. Əslində, biz bunları sizə demişdim. Yəni, demişdim ki, modullu ifadələrdə, məsəl üçün, belə gəlib, belə gedib, belə gedən ifadələr. Yəni, məsələn, tutaq ki, modulda, indi buranı, məsəl üçün, götürürəm -2, olacaq x üstə gəl 2, üstə gəl, buranı götürürəm, məsəl üçün, 9, ya da 5 götürək, çox götürməyəm.
modulda x çıx 5. Bu ifadənin ən kiçik qiyməti soruşulur. Burada da yuxarıdakı misalda da deyir ki, ifadəsi ən kiçik qiymət alması üçün ən kiçik qiymət alacaq. Lakin x-in ala biləcəyi tam qiymətlərin sayı. X-in qiymətlərini soruşur, amma tam qiymətlərini, cəmini soruşur. Oldu mu? Tamam. İndi biz bunları tapmaq üçün əvvəlcə bu aşağıda yazdığımı bir də diqqət edək. Məsələn, bunun ən kiçik qiyməti üçün, məsəl üçün, bunun qrafik formasını yazdım. Məsələn, 7 qoysaz, -7 qoyun. -7 qoysaz, -7-nin üstünə 2 gəlir, buradan 5 çıxır. -7 çıx 5-dən də buradan 14 çıxır. Nəticədə gördüyünüz kimi 19 deyə bir şey alır. Eyni zamanda, məsəl üçün 5-dən sağa doğru bir ədəd qoyun. Məsəl üçün 8 qoyun. 8 qoyanda 10 alacaqsınız. 8 və 5 13. Gördüyünüz kimi biz 7 qoyanda da yuxarıda bir ədəd alırıq. Bəs bu kritik nöqtələr x-in modulun içinin sıfıra çevrilən nöqtələrini qoysaq nə olar? Məsələn, x-a 5 qoysaq nə olar? 5 qoyanda 7 üstəgəl 0-dan cavab 7 alır. Bu 7 buradakı 7-dir əslində. Əgər biz x-a -2 qoysaq, baxın, x-a -2 qoyuram. -2-nin üstünə 2 gələndə 0, üstəgəl təzədən buradan 7 çıxır, 7 olur. Arasında bir qiymət qoyaq. Məsəl üçün, -2 ilə 5 arasında 0 var. X-in yerinə 0 qoyuyor. 2 üstəgəl 5, modulda -5-dən 5 çıxır. Bu da 7-ni vermiş olur. Yəni, bu hissədə özünü stabil kimi aparır və nəticədə də bu -2 ilə 5-in bütün qiymətlərində düz gəlir. Yəni, x-a -2 ilə 5 arasında nə tam qiyməti qoyursunuz qoyun. Təkcə tam qiymət yox, istənilən qiyməti qoyanda yəni, ən kiçik qiymət almış olur. Və bunu biz 3 dənəli modul olanda, x plus a şəklində olanda demişdik ki, median kimi yazır, kiçikdən böyüyə düzürük, ortadakı doğru gəlir. Amma cüt sayda olanda yenə median kimi düzə bilirsiniz. Ortadakı 2 ədədin arasında, aralığında özləri daxil olmaqla həmin nöqtələri də götürüb yazacaq. Və əgər bunu başa düşürüksə, bunu əvvəldən danışmışdım deyə bu haqda daha geniş danışmıram və biz həmin bu misalımıza qayıtsaq, burada kiçikdən böyüyə düzməyə çalışsaq, elə kiçikdən böyüyə özü də verilib, yəni içərisinin sıfıra çevrilən nöqtələri bizə lazımdır. Yəni -15, -12, -3 azaldığına görə yaza bilərsiniz. Çox böyük ədədlər olmayacaq, yəni qutaracaq. -6, -3, 0, 3, indi getdi artırı görürsünüz, 6, 9 və 12 alırsınız. Kiçikdən böyüyə düzülmüş oldu. Məsəl üçün, median olaraq tapanda bu hissələri atırıq, yəni əvvəldən son, axırdan eyni mövqedə dayanları atırıq. Nə qaldı? 2 dənə qaldı. Tamam, 2 dənə qaldısa demək bizim cavabımız nə olmalıdır? -3 ilə 0-ın arasında 0 daxil olmaq yerləşən ədədlər. Burada bizə əkidi soruşmur. Sadəcə bu ən kiçik qiyməti x-in hansı qiymətlərində ala bilər. Biz də başa düşdük ki, -3 qiymətində, -2, -1 və 0 qiymətdə. Bunların cəmini istədiyinə görə yazdıq və cavab -6 oldu. Deməli, bir də 32 nömrəli imtahana düşən sualı yazaq. Arzu müəllimə bunu göndərmişdi. 2A+1 ədədi bizə deyir ki, 4B çıx 5 ilə düz mütənasibdir. 5 ilə düz mütənasib. Düz mütənasib nə deməkdir? Y bərabərdir kx üstürü deməkdir. Və buradan da k-nı tapanda biz nə edirik? Birini digərinə bölürük. İndi burada fərq yoxdur. Hansı y-də, hansı x-dir? Bir ədəd o bir ədəddən üstün. Deməli, 2A+1 bölünsün 4B çıx 5. Tamam. Bizə deyir ki, əgər A 4-dürsə, 4 olsa, B 8 olur. Və soruşur ki, A 8 olsa B neçə olar? Bu halda olsa B neçə olar? Tamam. Belə bir sual. Düzdür, kimsə fikirləşə bilər ki, 4 2 dəfə artıb 8 olsa, 8 2 dəfə artsa, axı burada ifadələr başqa ifadələrdir. Yəni 2A+1 4B - 5 ilə düz mütənasibdir. Ona görə də burada çaşmamaq üçün ən məsləhətim elə bu düsturdan getməkdir. Yəni əvvəlcə siz birinci halda k-nı tapın. K-nı tapanda a-nın yerinə 4-ü qoydunuz. 2 vur 4 üstəgəl 1 bölünsün. B-nin yerinə 8-i qoydunuz. 4 vur 8 çıx 5. Buradan 9 aldınız. Buradan 27 aldınız. 32 çıx 5-dən 27.
bərabərdir. Belədir 3-də 1. Və artıq k dəyişməz qalır. Həmin bu misal üçün 3-də 1 bərabərdir. Bu dəfə a-nın yerinə 8 deyir qoyur. A-nın yerinə 8 qoyanda 2 vur 8, 16, 16 isə 1 gəldi, 17. Burada yerinə qoyursunuz. Və bölünsün, b-ni bilmirsiniz, 4b çıx 5. Və bunu həll edib b-ni tapacaqsınız. 51, 51-in üstünə 5 gəlsəz 56, 56-nı 4-ə bölsəz 14. Deməli, b-nin 14 olduğunu tapa bilərsiniz. Tamam. Bir dənə də Müəllim deyim. deyin, zəhmət olmasın. Burada 2 vurdum ax kvadrat plus bx plus c-yə mötərizədən. Plus ax kvadratı çıxılsın bx plus c. Yəni x-in yerinə mənfi qoydum. Yəni ax kvadratında fərq eləmədi. Bx-də mənfi qabağına qoymuşdum. Onları topladım. 3ax kvadratı plus bx plus 3c oldu. Sonra bərabərləşdirdikdən sonra bildim ki, x kvadratın yanındakı 3a bərabərdir 6, a bərabərdir 2-yə, b mənfi 3-ə, c isə 1-ə bərabər olmuş oldu. Sonra da buradan tapıram ki, 2x kvadratı çıxılsın 3x plus 1. Yəni tənliyimiz bu halda oldu. Funksiyamız. Sonra da onu da bölürük x minus 1-ə. 2x-ə vursam, 2x kvadratı çıxılsın 2x, buradan çıxsam, mənfi x plus 1 alınar. Onu da mənfi 1-ə vursam, qalıq 0 qalınır. Qalıq 0 alınır. Tamam. Başqa fikir varmı? Düz tapmışsınız. Düz tapmışsınız. Yaza bilirsinizsə daskada yazın da zəhmət olmasa, əgər yaza bilirsinizsə. Mən heç yazmamışam yəni. Gözlə baxım görüm yaza biləcəm. Mən belə də sərgəl yaza bilməyəcəm. WhatsApp-dan atsam olar. Yox, ehtiyac yox. Özümüz yazarıq. Tamam, mən yazdım. Deməli, biraz keyfim pozuldu ki, rekordu yadımdan çıxıb basmamışdım. Doğrudan keyfim pozuldu. Yəni, bəzi müəllimlərimiz demişdi ki, qoşula bilməyəcək rekordu təkrarına baxarıq. Birinci hissəsini qeyd eləmişdim, ikinci hissə qalmışdı. Nəysə, heç nə olmaz. Deməli, burada əsas Bezu teoremində nə deyir? Məsələn, Bezu teoremi deyir ki, əgər x minus 1-ə bölürsünüzsə, onu 0-a bərabər götürün və bu zaman x-in bir qiymətindəki qalığına bərabər olacaq. Yəni, nə x-in bir qiymətindəki qalığına bərabər olacaq? Məsələn, çox hədli. Baxın, məsələn, biz bura bir dənə bx yazaq, öyrənmək üçün bx yazaq. Deməli, biz bilirik ki, px-i tapmaq üçün bx-i vurmalıyıq. Tutaq ki, burada hal-hazırda x minus 1-dir də. X minus 1-ə vurmalıyıq. Üstünə də qalığı gəlməliyik. Əgər bu budaqlı, yəni qalıqlı bölmə düsturunu biliriksə, məsələn, indi tutaq ki, biz x-a 1 verəndə burada nə baş verir? Bura sıfırlanır. Təbii ki, x-a 1 verəndə burada p1 yaranır, x-in yerində 1 yaranır və bura sıfırlananda, yəni bu hissə sıfır olanda qx qalır. Onda belə çıxır ki, biz bölənin sıfıra çevrilən qiymətində qalığı tapa bilirik. Çox həllidə x-in yerinə 1 qoyduq, hal-hazırki misalda. X minus 2 olsaydı 2 qoyacaqdım və nəticədə biz P1-i yəni tapan kimi qalığı tapa bilirik. Aydındır? Birinci bu. Gəlin indi biz P1-i tapaq. Biz buradan P1-i tapmaq üçün x-in yerinə 1 qoyuruq. Bu zaman burada P mənfi 1 yaranır. Mənfi 1. Və 1-i yerinə qoyub hesablasam 6 çıxılsın 3, 3-ün üstünə 3 gələndə 6 olur. Tamam. İndi biz bunu tapdıq. İndi buradan bir sual yaranır. Bəs biz P mənfi 1-i necə aradan qaldıraq? Bunun üçün bir dənə düşünmək lazımdır ki, gəlin tərsinə qoyaq. X-in yerinə mənfi 1 qoyaq. Çünki Px, P mənfi X bir-birinin əksidir. Bu dəfə X-in yerinə nə qoyacağım? X-in yerinə 1 qoymayacağım. X-in yerinə özümdən mənfi 1 qoyacağım. Verilən polinomda, yəni çox həddidə X-in yerinə mənfi 1 qoyacağım. Onda 2 P mənfi 1 üstə gəl. Bu dəfə P1 tərsinə alacaq.
Mənfi 1-i yerinə yazaq misalda. Mənfi 1-i yerinə yazanda nə görəcəksiniz? 6 üstəgəl 3 9, 9 üstə 3 12. Yerinə qoyduğumuzu unutmayaq. Tamam. Bunu da alandan sonra, amma biz P1-i axtardığımızı artıq başa düşürük. Çünki P1-də biz qalığı tapmış olacağıq. P1 çünki Q1-ə bərabər olmuş olacaq, onu axtarırıq. İndi burada 2 dənə evcik tənlik almışıq, amma biz burada mənfi 1-ləri yoxa çıxartmaq lazımdır. Mənfi 1-ləri yoxa çıxartmağın gözəl bir yolu, məsələn, yuxarıda mənfi 2-yə vurun, tərəf-tərəfə toplayın. Bəli. Əgər mən, məsələn, AB də qoya bilərsiniz. Məsələn, P1-ə A deyə bilərsiniz, nə bilim, özü üçün də rahat olsun deyə. Məsələn, yuxarıda mənfi 2-yə vururam. Mənfi 4, P1-ə A deyim, A olsun. P mənfi 1-ə də B deyim, B deyim. Mənfi 2B olsun. Mənfi 2-yə vurduğumuzu unutmayaq, mənfi 12. Aşağıda da olduğu kimi yazaq. Amma burada tərsinə yazmalıyıq da B, yəni P mənfi 1-ə B demişəm. Bunu əgər unudursa elə P mənfi 1, P 1-dən gedə bilərik. Üstə gəl, deməli A yazırıq, bərabərdir 12. Tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda mənfi 2 belə getdi. Biz P1-i axtardığımıza görə P mənfi 1-i istədik yoxa çıxardaq. Nəticədə nə alırıq? Alırıq mənfi 3A, A da olur 0. Bəli, A-mız 0. A nədir? P1. P1 demək neçə oldu? 0. Demək qalığımız neçədir? 0. QX-imiz 0. Məncə, bayaq sizin dediyiniz də tam doğrudur. Məsələn, biz bu formada da yazıb misalı çözə bilərik. Yəni, burada nə öyrəndik? Bir Bezout teoremi adında bir teorem öyrəndik, keçən dəfədə dedik. Burada biz hər hansı məsəl üçün çoxhədlini x minus m içərisinə böldükdə qalıq həmişə x bərabərdir m nöqtəsindəki qiymətə bərabər olur. Px-in x bərabərdir, indiki hal-hazırda 1 idi, 1 nöqtəsindəki qiymətinə bərabər olur. Aydındırmı? Bu da belə. Məsələn, belə bir suala da fikir verək. Belə bir suala bunu silək. Belə bir suala fikir verək. Məsələn, deyir ki, tutaq ki, dərsdən əvvəl beynimdə çoxlu misallar olur. Bu da maraqlı bir şeydir. Yəni, birdən görürsən bəzi suallar, istədiyim şeylər yadımdan çəkər, müəyyən qeydlər aparır. Məsələn, tutaq ki, bir çoxhədli verilir. Bu çoxhədlini, məsələn, belə bir olsun çoxhədli. Məsələn, x kubu çıxılsın 2x kvadratı, üstə gəl, nəsə 3x çıxılsın 5 kimi bir çoxhədli. Məsələn, deyir ki, px üstə gəl 2 çoxhədlisini, məsələn, x plus 1-ə böldükdə alınan qalıq tapır. Px-i demir. Px üstə gəl 2 çoxhədlisini buna böləndə qalığı tapır. Məsələn üçün, biz burada tutaq ki, natıvan qisməti, tutaq ki, ax yazsaq özümüzdən. Bizə qalığı soruşduğunu unutmayaq. Yəni, buradakını soruşur, burada sual bunu soruşur. Tamam, biz bu qalığı, məsəl üçün, bildik ki, bir hədli kimi dərəcəsi 0 olan bir hədli götürməliyik. Yəni, tutaq ki, burada hansısa bir ədəd olacaq. Məsələn, tutaq ki, balaca A ədədi yazaq ki, bunu axtarırıq. Anı axtarırıq. Bəs bunu necə tapacaq? Əgər biz bunu bu şəkildə yazsaq, yəni, ax-ı vururam, x üstə gəl 1-ə, bölənə, üstünə də qalığı gəlirəm. İndi buradan, məsələn, mən x-in yerinə fikir verim. Mənfi 1-i niyə yazıram? Çünki mən nə dedim? Bezout teoreminə görə bunu sıfıra bərabər götürürük ki, bilək ki, və bu zaman x-in yerinə mənfi 1 qoyanda, bunu belə yazmayıb, birbaşa da yaza bilərsiniz. Px üstə gəl 2-mizin cavabı A-ya bərabər olacaq. X-in də yerinə nə qoymuşdum? Mənfi 1 qoymuşdum. Yerinə yazaq, mənfi 1. Burada nə görürük? P1. P1 nə oldu? A-ya bərabər olmuş oldu. Tamam. P1 A-ya bərabər oldu. Deməli, bizim qalığımız A-dır. Biz onu hardan tapacağıq? P1, yəni x-in yerinə aparıb 1 qoyaraq tapacağıq. Qalığımız bu olacaq. Yəni, buradakı A-nı tapmaq üçün biz gəldik, bu formaya çıxdıq. Mötərizənin içində yazılan bizdə veriləndi. Ona görə də 1-in kubu çıxılsın, 2 vur, nəsə 1, onu yazmayaq. Üstə gəl, 3 yazaq, çıxılsın 5 yazaq və bunu hesablasaq biz P1-imizi, yəni A-mızı tapmış olacağıq. Bu 2 olduğunu unutmayaq. Deməli, 1, 3, 4, 4-dən 7 çıxanda, deməli, mənfi 3 və doğru cavabı ala bildik. Yəni, bəzi suallar əslində biraz qəliz kimi görünür, amma biraz üstünə gedəndə görəcəksiniz ki, nəsə almaq olur. Aydındır? Bu da belə.
Müəllim, bəs orada x kvadratı plus 1 olsaydı, orada məsələn sıfıra çevirən qiymət yox. Hə, o artıq kompleks ədədlər bölməsinə aiddir. Onu yəni o tiplərinə çox vermir, amma gəlin belə bir şey deyim, yəni oxşar bir şey. Məsəl üçün sizin dediyinizə oxşar bir şey. Məsələn, tutaq ki, Px çoxhəllisinin sərbəst həddini verir. Px çoxhəllisinin sərbəst həddi 5-dir. Deyir ki, əmsalları cəmi də 8-dir. Sual verir ki, məsələn, tutaq ki, 3 üstəgəl Px bu çoxhəllini x kvadratı məsələn çıxılsın x-a bölsək qalıq neçə olacaq? Yəni hal-hazırda qalıqla bağlı misallara baxırıq. Məsəl üçün fikriniz varsa bunu eləyin görək necə eləyəcəksiniz. Müəllim, burada x mötərizə kənarına çıxır, yəni x minus 1 olur, x-in yerinə 1 qoysaq 0 olur. Yəni cavabınızı axtarıram. Amma cavab burada artıq bu sualın yerində kx üstəgəl b də ola bilər. Yəni məsələn bu sualın yerinə yazıram, tutaq ki ax üstəgəl 5 şəklində bir şey alına bilər. Aydındırmı? Yəni buna diqqət etmək lazımdır ki, yəni bu alına bilər bizdə. Tamam, əgər fikir yoxdursa biz eləyək. Deməli, baxın, sərbəst həddi 5 verdim. Sərbəst hədd necə tapılır Px çoxhəllisində? Kim deyər? Sərbəst hədd necə tapılır? X-a nə verməklə tapılır? 0 vermək. Aferin. X-a 0 verəndə deməli P0 5 verir. Eyni zamanda əmsallar cəmini P1 ilə tapırlar. Bu da 8 verir. Bunlar bizə verilənlərdir. İndi biz bunları burada necə tətbiq edirik? Normalda əgər çox çaşqınlıq varsa, məsəl üçün bura bir AX yazırıq və bunu bayaq elədiyimiz qaydalardan eyni qayda ilə gedirik. 3 üstəgəl Px-imizin cavabı AX vurulsun x kvadrat çıx x-dir. Üstəgəl, təbii ki, burada AX üstəgəl B. AX üstəgəl B yazmaq. İndi bizim əsas məqsədimiz bölənin sıfıra çevrilən qiymətləridir. Bunu unutmayın. Yəni qalığın tapılması məsələsində çoxhəlliyə bölünməsi, ikihəlliyə bölünməsi və s. Burada əsas məsələ bizim qalığın tapılmasıdır. Qalığın tapılması üçün də biz x kvadrat çıx x-in sıfıra bərabər qiymətlərini araşdırırıq və burada x-in 1 və 0 olduğunu tapırıq. Tamam, bu da belə. Və biz burada çoxhəddi dediyinə görə zaten burada bizə lazım olan həqiqi ədədlər alınacaq həmişə. Tamam, indi biz nə edirik? Biz əvvəlcə x-in yerine 0 qoyaq. 3 üstəgəl P0 bərabərdir. Gördüyünüz kimi bu hissə, yəni AX vurulsun olan hissə itir. X-in yerine 0 qoyduğumuza görə harada x görürük, ora 0 yazırıq. A-nı 0'a vuranda 0 eləyir. Yazmayayım da. B alınacaq. P0'ın qiymətini də görürük. Yuxarıda 5'dir. Demək 3 üstəgəl 5'dən sən demə B-imizin qiyməti çıxır. B8. Tamam. Bu x-a 0 verən haldaydı. Növbəti hal x-a 1 verəndə olacaq. Çünki bölən orada da 0'a çevrilir. 3 üstəgəl P1 bərabərdir. Bu zamanda AX itmir, A qalır. X-in yerine 1 qoyduğumuza görə. B-nin də qiyməti 8 olduğuna görə buraya yazırıq. 8 AX üstəgəl B. Yəni bu ifadədə bax bunda yerinə qoyuruq. X-in yerinə verdiklərimizi. Buradan da P1'i tapırıq. P1 yox, pardon. P1 8'dir. P1'in yerinə 8 yaza bilirsiniz. 8 yazanda 3 üstəgəl 8, burada da 3 üstəgəl 8. Deməli A-mız elə 3 olmalıdır. Yəni P1'in yerinə 8 yazır. Tamam. A-nı və B-ni tapandan sonra cavabı yaza bilirik. Çünki niyə? Biz AX üstəgəl B-ni axtarırıq. A-nı 3 tapdıq. X-a dəymə. B-ni də 8 tapdıq. Deməli, bizdən soruşulan 3 üstəgəl Px çoxhəllisini x qaçıq x ikihəllisinə böldükdə alınan qalıq 3 üstəgəl 8-ə bərabərdir. Yəni gördüyünüz kimi kvadrata böləndə dərəcəsi 1 olana düşdü qalıq.
x 0 ola bilərdimi? Ola bilərdi. Qalıq, yəni dərəcəsi 2-dən aşağı bütün hamısını ala bilər. Bir dənə də dərəcə ilə bağlı MHM işləyəndə görəcəksiniz. Ona uyğun bir sual verim. Məsələn, tutaq ki, bir Px-in dərəcəsini verib bizə. Px-in dərəcəsini verib. Bunu 2 versin. Daha doğrusu 2 verməsin. Gəlin belə davam edək. 2 vurulsun. Yəni asan da olmasın biraz. Məsəl üçün, burada da bir Kx verilir. Başqa bir çoxhəlli olsun. Başqa bir çoxhəlli olsun. Tamam mı? Və buradan da üstəgəl tutaq ki, belə 1 versin. Tamam. Demək, Px-in dərəcəsi Kx-in dərəcəsinin 2 qatı üstəgəl 1-ə bərabər olsun. Və bir dənə də əlavə bir məlumat olsun. Məsəl üçün, tutaq ki, başqa bir şey versin. Burada hasil verəcəm. Px-in dərəcəsini mötəzəyin biri artıq olsun. Bu artıqdır. Vurum, bu dəfə də vururam. Kx-in dərəcəsini, amma k-nın kvadratı olsun. Biraz böyüdək məsələn, uzadaq. Ya k-nın kvadratı içəridə olsun, kvadrat içəridə olsun. Qoy. Deməli, x kvadratı olsun. Belə bir şey. Tamam. Ümumi bunun dərəcəsi, bu mötəzə içində, böyük mötəzə içində yazdığımın dərəcəsi də tutaq ki, bizə verilsin 25. Məsələn, bizdən soruşuruz ki, Px-in dərəcəsini tap. Ola bilsin, desin Kx-in dərəcəsini. Amma hələlik bunu. İndi bunun qısa yolla necə çözəcəyimizi deyəcəm ki, siz də işləyəndə, yəni biraz belə şeylərə rahat işləyəsiniz. Ümumiyyətlə, gördünüz ki, Px dərəcə, Kx dərəcə, nə bilim, nəsə soruşur, başqa hiçbir şey də verməyib. Px-in dərəcəsinə bir dənə hansı hərf yazsın? Məsələn, m hərfi. Kx-in dərəcəsinə də bir dənə n yazsın. Kx-in dərəcəsinə bir dənə nə yazın? N yazın. N yazın. Və sonra verilənləri m-la n-la yazın. Çünki rahat olsun. M bərabərdir 2n üstəgəl 1 alındı. İndi aşağıda ikincidə dərəcə nə indi? Px vurulsun Kx kvadratı. Burada diqqətli olacaq. Px m-dır. Vurulsun olanda dərəcələr toplanır. Bax, bunu bəzən uşaqlar unudur. Deməli, vurulsun olanda, yəni, tutaq ki, biz nə edirik? Burada topladıq. Məsələn, Kx-da, Kx n-dır da, düzdürmü? Biz ona 2n yaza bilərik. Bunun cavabı da 25 oldu. Bunun cavabı da nə oldu? 25 oldu. Əgər biz onu toplamasaydıq, bizim işimizə yaramayacaqdı, alınmayacaqdı. Və bundan sonra bunu həll eləmək lazımdır. Bunu elə gətirib yerinə qoysaq, görək alınırmı? Yəni 2n üstəgəl 1, üstəgəl 2n bərabər 25. 25-dən 1-i çıxıram 24. 4-ə bölürəm 6. Yəni tam ədəd alınması lazım idi, alındı. Bizdə nəyi göstərir? Kx-in, amma bizdən Px-i soruşur. 2-ni vururam 6-ya, üstünə də 1 gəlirəm, cavab alınır 13. Deməli, Px-in dərəcəsi, elə birbaşa yazım bunu, qoyum. Bunun dərəcəsi bizdə verdi 13. Aydın oldu. Məsələn, bu belə tipli suallarda siz ola bilər ki, nəsə qaranlıq qalan bir yer ola, soruşun və bunu da cəhd edin. Özünüz bu cür misalları, yəni sərbəst yazın, yoxlayın, düz gəlirmi, səhv gəlirmi, səhv gəlirsə demək, nəyisə düz yazmamışam. Amma yenə deyirəm, dərəcələrlə bağlı konkret, yəni bu cürlə dərəcələrlə bağlı misalları yazanda, məsələn, bundan istifadə edə bilərsiniz. Yaxşı. Tamam. Bizim gəlin MHM-də bəzi suallara baxacam. Orada görək MHM-i. Məsələn, burada test, məsəl üçün, hansını deyirsəz ona baxa bilərik. Test 9, test 7, test 8. Məsələn, belə suallar, burada suallar, yaxşı suallar var. Biz ona baxaq. Ümumiyyətlə, əgər vurğularına ayırma ilə bağlı problem varsa, vurğularına ayırmaya diqqət eləməliyik. Belə. Əgər problem yoxdursa. Məsələn, burada belə bir sual görürəm. Görüm neçənci testdir. 12-ci sualdır. Amma test neçədir onu bilmirəm. Test 7-də. Test 7-də 12-ci sual.
Test 7-də 12-ci sual. Baxaq ona. Test 7-də 12-ci sualda nə deyir? A mötərizədə x üstəgəl 2 bərabərdir x kubu çıxılsın 4x kvadratı çıxılsın 8x üstəgəl 14. Bunu verib bizdən soruşduğu şey nədir? 2x üstəgəl 1 çoxhəllisinin əmsalları cəmi. Buyurun. Kimin fikri var? Əmsalları cəmini tap. Əgər bilirsinizsə fikrinizi söyləyin. Hamı buradadır, yoxsa? Ben buradayım ama bilmirəm cavab. Məsəl üçün bir fikir yürütmək olarmı ki? Əmsallar sənin x-in yerinə 1 qoyuluq tapırdı. Elə deyildi. Aha. İfadədəki x. O harda idi? Px çoxhəllisində idi. Düzdürmü? Aha. Bəli. Burada amma tutaq ki, Onda belə burada deyək də, x plus x içini üstəgəl x plus içini 1'ə bərabər götürdükdə alınırdı o ifadə. Elə bəli. deyil. Amma məsəl üçün gəlin onda belə bir şey fikirləşək də. Məsələn tutaq ki, bizə x-in yerinə 1 qoymaq lazımdır. Dəyişən yerinə 1 qoymaq lazımdır. Amma biz məsəl üçün 2x plus 1 bir dəqiqə qələmim hara getdi? 2x üstəgəl 1 çoxhəllisi üçün x-in yerinə 1 qoyaq. Baxaq görə nə alınır hələ bir. Məsəl üçün, çünki biz istənilən çoxhəllidə, məsələn burada əmsalları cəmini tapmaq üçün biz x-in yerinə 1 qoyuruq. Bu doğrudur. 1 qoyuruq. Bu zaman 1-i qoyanda A burada 2 vur 1 üstəgəl 1-dən 3 yaranır. Deməli biz elə ki A3-ü axtarmalıyıq. Tutaq ki A3-ü axtarmalıyıq. Bəs A3-ü necə tapacağıq? A3-ü. Təbii ki yuxarıya qayıdacağıq. Bizə verilən funksiyada. Bu dəfə x-in yerinə 1 qoyuruq ki A3 olsun. Deməli A Həmində funksiyada da 1 qoyacağıq. bəli. Yəni 3-ü tapmaq istəyirik. Yəni bir növ belə baxaq da. X üstəgəl 2 bərabərdir 3 yazırıq. X üstəgəl 2 bərabərdir 3 yazırıq. Yenə 1 çıxdı bəxtimizə. İndi orada x üstəgəl 5 olsaydı, məsələn x üstəgəl 5-i 3-ə bərabər götürüb gedəcəyik. Tamam. Ona görə indiki halda belə çıxır ki, elə sadə yolla 1-in kubu çıxılsın 4, çıxılsın 8, üstəgəl 14-dən biz gedib cavabımızı alacaq. Yəni belə bir cavab olacaq. Buradan da cavab neçə olur? -12 buradan 3 alırız. Var da belə bir D variantında 3 cavabı var. Deməli baxın belə bir şey. Tutaq ki, məsələn bir dənəsi də 14-ü yazaq. Məsələn 14 formalı misal. Məsələn 14-cü misalda nədir? Tutaq ki ax bərabərdir. Ax-ın kubu üstəgəl b. Amma məsələn siz nə gördünüz? Fikir verin 12-də qorxdunuz. Niyə? Çünki alınmaz. Yəni biraz fikir yürüdüb işləmək olar. Sadəcə o müəyyən addımları atın. A -1 12-dir. Deyir ki A da 1, A da x-in yerinə 1 qoyanda -8-dir. Bizdən soruşur B üstəgəl C cəmini. Məsələn, indi gəlin fikirləşək. Mən nə edəcəm? 1-in yerinə x-in yerinə 1 qoyacağam ki, görüm nə zaman. -1'i qoyacağıq. Bəli. Bərabərlikdən 1 qoyacağıq, sonra da təhlil sistemi. Bəli, birinci -1-i qoyuram yerinə. -1-i qoyanda yerinə -A alınır. X-in yerinə qoyduğumuzu unutmayaq. Deməli, x-in yerinə -1 qoyanda burada B olduğu kimi qalır. Üstəgəl C bərabərdir 12 yaranır. İndi bir də qoyanda A üstəgəl B üstəgəl C səhv yazmasam düz olacaq. -8. Tamam. Bizə də nə soruşur? Tərəf-tərəfə toplayırıq. Fikir verin. Yəni ilk baxışda ola bilər ki, yox mən bunlara girişməyim. Bunlar çox çətin misaldır. Amma biraz girişəndə görürsən ki, elə hamısı çətin deyil də. Buradan da 12 ilə -8-i topladıq. Elədi 4. 4-ü də 2-yə böldük. B üstəgəl C tapdıq. 2. Yəni belə bir cavab aldıq. Aydındır? Bu da belə. Məsəl üçün bax indi siz 17, məsələn 16 da belə ağır misal təsiri bağışlayır. 16. Amma işin içinə girəndə görürsünüz ki, çox da çətin deyil. Baxın, nədir çətin olmayan? Ax çoxhəllisini x-a böləndə, mən özə belə çubuqlu bölməni xoşlayıram ki,
beynimizdə o qalsın. Yəqin ki, uşaq vaxtı çox bölməməni yerinə yetirmişəm. Yəni çubuqlu bölmə uşaq vaxtı. İndi bx çox hədisini x sıx 2-yə böləndə də deyir ki, qalıqda 5 qalır. Burada 15 qalır, burada 5 qalır. Məsələn, bizdən soruşduğu şeyə diqqət edək. Əsas sualdır. Sualı elə qoyurlar ki, bu verilənin köməyi ilə onu tapmaq olur. Məsəl üçün. Amma indi bu biraz ağır təsir bağışlayır. İlk baxışda. Baxaq necə olacaq. Fikriniz varsa deyin. Yəni, sərbəstlik. 1 dəqiqə, 30 saniyə, 2 dəqiqə fikirləşməkdən heç nə olmaz. Əsas onu düşünürsün. Onu x-ə böləndə 15 alınırsa, demək bu ifadənin sərbəst həddi ilə 15-dir. Bunu belə götürmək olar. Maraqlı fikirdir. Xeyr. Xeyr. Olmaz. Ola bilərmi ki? Gəlin fikirləşək. Yəni, mən xeyr dedim, amma bəlkə ola bilər. Məsələn, tutaq ki, mən bura kx qoyuram, məsələn. Təbii ki, ax-ı tapmaq üçün x-i vurmalıyam kx-a, kx-i vurdum x-a, məsələn. Üstünə də 15 gəldi. 15 gəldi. Tamam. Biz əmsallar cəmini sərbəst həddi necə tapırdıq? X-in yerinə nə qoyurduq? 0 qoyurduq. Demək ki, sizin dediyiniz bayaqları bizim danışdığımız mövzunun ta kəndisidir. Yəni, böləni 0-a bərabər götürəndə o qalıq tapılır. Yəni, ax-ın bölünənin həmin nöqtədə qalığını tapa bilirik. Deməli, A0 15. A0 da bizim əslində nəyimizdir? Həmişə sərbəst həddimizdir. Tamam. Amma yəni bu bizə kömək edəcək, eləməyəcək. Amma nə öyrəndik? Onsuz da bunu yazmalıyıq. Baxın, qalıq məsələsində bunu yazmalıyıq. A0 tapdıq 15. Eyni qayda ilə bu birisinə də baxsaq, demək x-i 2 qiymətində. Yəni bunu da burada yazım. B2 də nəyə bərabər olacaq? Yenə 5-ə bərabər olacaq. Yəni bx çox həddisində x-in yerinə 2 qoysaz, cavabı 5 alacaqsınız. Təbii ki, bu Müəllim, artıq onda x-in -1 qiymətində biz bunu tapa bilərik aşağıda a-yı. nə qoyanda? X-in -1 qiymətində Bəli, tamamilə doğru. B- Fikir verin. A-da Bəli. sıfır. A0-la B2-ni bizə verilən bu tənlikdə, bu bərabərlikdə x-in yerinə -1 yazaraq tuta bilirik. -1 yazanda. -1 yazanda bura olur A0. Bizim işimizə yarayır. Bura olur B2. Bu da yarayır. Çünki bunları tapıb vermişik. Deməli, və biz qiymətlərini, A0-ın qiymətini, nə bilim, B2-nin qiymətini yerinə yazacaq yazmağına. Amma əvvəlcə x-a -1 qoyuruq. X-a -1 qoyanda burada 3 yaranır. Bura üstə gəl 2 olur. Üstə gəl A yaranır. Və A0 15-dir. 15-i 5-ə böləcəm. Burada olacaq 3. Burada da 5 üstə gəl A-dır. Deməli, A-mız neçə olur? 2. -2. -2. Deməli, A-mızı tapdıq. -2. Bizdən də nə soruşurdu? Bizdən də onu soruşurdu. A-nı tap deyirdi. Baxın, 16, mən 17-ni eləmək istədim. 16 vaxtı böyük bir şeydir. Dedik, bəlkə bu çox çətin bir şey olar. Amma öyrəndiyimiz metoddan, yəni böləni 0-a bərabər götürməklə, Bezos teoreminin köməyi ilə bu misallar tak həll olunur. Məsəl üçün, elə 17-yə də baxaq demişkən, 17-yə də baxaq. Məsələn, 17-də bizə P, x üstə gəl 2-ni verir. 2x kubu çıxılsın x kvadratı üstə gəl 4 və qx çox həddisi verib və bizə belə bir ipucu verir. Deyir ki, px bərabərdir x - 1 vurulsun qx üstə gəl a-ya bərabərdir. Tamam. A da həqiqi ədəddir. Deyir ki, tap görək a neçədir? A neçədir? A-nı axtarır. İndi, burada da mən buranı baxıram ki, 1 qoysam nə gözəl olar. Niyə? Bölənin 1 olması, cavabın, yəni a-ya bərabər olması, yəni P1 həmişə a-ya bərabər olur. Elə biz P1-i tapsaq cavabı tapırıq. Və salam, qaydırıq bura. Elə eləmək lazımdır ki, içəri 1 olsun. Bəzən uşaqlar x-in yerinə 1 qoyur. Olmaz. Yəni, x-in yerinə 1 qoymaq olmaz. Burada x üstə 2-ni 1-ə bərabər götürüb belə də tuta bilərsiniz, şifayı da tapa bilərsiniz. Həmin misalda, yəni qoyduğum yerdə x-in yerinə -1 qoyacaqsınız. X-in yerinə -1-i qoyanda bizə lazım olan mörtəzənin içindəki 1 alınacaq. Mən indi bunu açıq yazdım. 2-ni -1-ə vuranda -2 çıxılsın. -1-in kvadratı ilə 1 üstə gəl 4. Və salam. P1 A-dır. Deməli, buradan da hesablasaq 1 alınır. Deməli, A-mızı tapdıq.
Fikir verin, yəni belə oturub yazdıqca tak hamısı alınacaq. Yəni çətin bir şey olmayacaq. Məsələn, bayaqları bu test 9-un başında 20 var. Məsələn, mən indi PDF-i qurdalayıram. O yəqin test 8-in 20-sidir. Məsələn, test 8-in 20-si bayaq danışdıq əslində bundan. Yəni yoxsa buna oxşar idi danışdığımız, yadımdan çıxıbdı. Yəni PX bunu da qeyd eləyək, yazaq. Məsəl üçün PX vurulsun PX üstəgəl 1. Baxın, cürbəcür kitablar var. Məndə başqa kitablar da var. Mən indi tutaq ki, MHM-i sizə saxlayıb özümdən bu kitabdan da misallar verə bilərəm. Yəni mənə elə gəlir ki, bəzi suallar asandır. Amma məsələn bu tipli soruları işləmək isə yəni fərqlidir. Bunları işlədikcə daha da təkmilləşirsən, möhkəməlləşirsən. Mənə elə gəlir ki, bunları öyrənmək lazımdır. Məsələn, indi bizdən soruşduğu burada PX çoxhədlisinin əmsalları cəmi. PX çoxhədlisinin əmsalları deyəndə biz P1 başa düşürük. Doğrudurmu? Bax, bunu öyrəndik və bunu axtarırıq əslində. Əmsallar cəmi deyən kimi P1 axtardığımızı anlayırıq. Bəs bunu necə tapacaq? Burada PX vurulsun, PX üstəgəl 1 veribdir tərslikdən. Biz bunu necə fikirləşəcəyik? Buyurun. Yəni burada vurğuları ayrı iki çoxhədlinin hansıdır kimi göstərə bilərik. Sağ tərəfi, yoxsa bir şey vermir. Sağ tərəfi tutaq ki, vurğularına ayırdınız. Nə tapacaqsınız? Sanki iki çoxhədlinin hasili kimi göstərsək, biri PX, biri də PX plus 1 götürsək. Tamam. Onda biz belə fikirləşməliyik də. PX-imiz 1 dərəcəli olmalıdır. AX üstəgəl 5 şəklində olmalıdır. Bu zaman PX üstəgəl 1-imizdə A vurulsun, X-in yerinə X üstəgəl 1 qoymalıyıq. Bu şəkildə olmalıdır. Çünki niyə? Bir-birinə vuranda X kvadratı yaradır. Ondan sonra bir-birinə vura bilərik. Düzdür? Mən belə fikirləşirəm. AX üstəgəl B-mizi vuru alacağıq. Burada da vurub açsaq AX üstəgəl A üstəgəl B. Bəli, bu da bərabərdir sağdakı 9x kvadratı üstəgəl 15. Əslində yollar cürbəcür olur. Məsələn, bu da yollardan biridir. Baxın. Bu zaman biz vurub açanda nə alırıq? AX kvadrat alırıq. A demə neçədir? 9. Çünki x kvadratı başqa cür alınmaz orada. Deməli, biz A-nı 9 tapdıq. 9 deyirəm, pardon. 3 ya da -3. AX kvadratı bərabərdir 9x kvadratı aldıq. Yox, mən düz dedim. Bir dəqiqə. 9 nədir? A kvadratı x. Yo, A kvadratı x kvadratı da. Yəni A-nı təbii ki 3 olmalıdır ki 3 3-ə vuranda 9 olsun. Burada A kvadratını neçə alırıq? A kvadratını 9 alırıq. Burada 2 dənə ədəd var. A 3 ola bilər. Bir də -3 ola bilər. Aydındır? Bu 2 dənəsi ola bilər. Amma indi desəz ki axıracan açın. Axıracan açanda hər şey aydınlığa çıxacaq. Təbii. Məsəl üçün ola bilər ki 3-dən getməliyəm, ola bilər -3-dən getməliyəm. Məsələn, mən indi tutaq ki, B-ni B-yə vuranda axırda sərbəst hədd, amma sərbəst hədd burada A üstəgəl B ilə B-dir. B vurulsun, A üstəgəl B-dir. O belə bir şeydir, sərbəst hədd. Düzdürmü? Amma ona görə də belə misalda ya 3-ü qoyub yoxlamalısan, ya -3-ü qoyub yoxlamalısan. İkisindən biri düz gəlir. Əgər -3 olsa, deməli 4-ü də tapmaq çox asan olacaq. Yəni B-ni tapmaq çox asan olacaq. Məncə mən müsbət 3 olanda doğru olur, B-də 2 olanda. Tamam. Onda müsbət 3-dən götürsək, bunu silək. Daha onda uzatmayaq da. Onda deməli A-ya 3 qoysa 3 qız. Məsələn burada. B-yə də 2. Niyə B-yə 2 deyirsiniz? Axı burada A-da var. Bu 5 olar. Mənim üçün ki 3-ün üstünə 2 5. 5-i 2-yə vuranda 10 olacaq. Demək orada ən azından 3 götürmüsünüzsə B vurulsun, A üstəgəl B-miz 4-ü verməlidir. Sərbəst hədd ikinci mörtəzədə A üstəgəl B-dir, birinci mörtəzədə B-dir. Sərbəst həddlə vuranda sərbəst həddlə bərabər olur. Buradan əgər A-nı 3 götürmüsünüzsə, yazacaqsınız B vurulsun 3 üstəgəl B. Yəni bura 3 qoysaz, buradan B-ni tapmağa çalışacaqsınız. B-ni də tapanda 1 qiyməti alacaq. Vahid. 1. Əgər elə olsa 3x üstəgəl 1 vurulsun, deməli 3 qız üstəgəl
deməli 3-dən 1 4. Burada belə yazacaq. B niyə 1 oldu müəllim? İndi bir 3 dəqiqə. dayansın B idi. Aha, necə? B niyə 1 götürdü? 1 almır. 1-i 4-ə vuranda 4 eləyir də ona görə. B-nin yerinə 1 qoyun, mörtəzənin içində də qoyun, çölə də qoyun. 1 vurulsun. Görürsüz? Hə, bəli. Əslində bu kvadrat tənliyə gəlir. B kvadratı üstə gəl 3-dür. Burada B-nin 2 qiyməti var. 2 qiyməti var. 2 verin. Məsələn, B1-in qiyməti 1-dir. Ona görə dedim müəllim 2 qiymət almır. Bəli, Bir bəli. götürdü. 2 qiymət alınır. Mən 1 götürdüm. Yəni 1 ilə yoxladım. Baxıram da. Amma məsələn, o axıracan vurub açsaq, orada 15x-a görə də tuta bilərik. Məsələn, B1 1-dir. B2 də tutaq ki, -4-dür. -4-də də düz gələcək. İndi mən -4 yazmadım. -4. Çünki müsbət 1 götürəndə yaza bilərdim. Yəni burada. Nəsə bu halda 3x-i 4-ə vuranda 12x, 12x-in də üstünə 3x gələndə 15x, yəni verir. Yəni rahat şəkildə verir. Və verirsə, yəni bizə lazım olanı verdisə, yəni biz A-nı B-ni demək dəqiq tapmışıq da, yerinə qoyanda da düz gəlirsə, vəssalam. Onda biz nə edə bilərik? AX üstə gəl B ki, yuxarıda yazmışdıq. X bərabərdir AX üstə gəl B. Bax burada. Biz bunun A-nın qiymətinin yerinə 3 qoyduq. 3x alındı. B-nin də yerinə 1 qoyduq, alındı da. Daha o birisini yoxlamadıq. 3x üstə gəl 1. Biz də P1-i tapırıq. P1-i yerinə qoyanda, x-in yerinə 1 qoyanda nə alınır? 4 alınır. Baxaq görə cavabda varmı? Var. Cavabda var. İndi məsələn, deyə bilərsiniz ki, bəlkə məsəl üçün -4 götürək eləyək. Yəni birində alınıbsa, heç bir qayda pozuntusu yoxdursa, buranda alınırsa odur. Məsələn, gəlin baxaq bir dənə də buna. 3x üstə gəldi ki, 1 götürmüşəm, B-ni 1 götürmüşəm. Daha doğrusu B-ni 1 götürməmişəm. B-ni -4 götürmüşük. Tutaq ki, burada -4 olanı yazmışıq. -4 olanı yazsaq, -4 olanı yazsaq. Bura olacaq nə? 3x çıxılsın 4. 2 verin. Burada da 3x, burada A üstə gəl B-ni yazmalıyıq. Deməli, A-mız 3-dür, B-miz -4-dür. -4-dür. Onda olacaq çıx 1. 2 verin. Bunu vurub açanda müsbət 15x-i vermir. Müsbət 15x-i vermir. Yəni 15x gözləyir ki, mən hardayam yaxşı? Mən hardayam? Yəni demək ki, burada 1 ilə B1 olanda, A da 3 olanda, ikisi də müsbət olanda o gəlir cavab 15x-i verir. O birisləri yoxlasaz görəcəksiniz ki, 15x-i vermir. 4-ü verə bilər, 9x kvadratını verə bilər, amma ortada 15x məsələsi də var. Deməli bunu verməmiş olur. Amma belə deyək, axıracan açıb da baxmaq olar, 15x-i də oradan tutmaq olar, nəzər almaq olar da, məsələn vurub açanda. Prosta beləncə yazmaq olar. Yəni demək ki, bunu da bu formada çözmək olar. Belə bir misalı bu formada çözə bilərik. Yaxşı. Başqa orada gözünüzə qaranlıq gələn bir şey varsa deyil. Məsələn, Bu çox çətin başa düşürəm. Heç başa düşmürəm. Mən bunu sadədən başlasam işləməyə bu səviyyəyə gəlib çata bilərəm. Çox çətin gəlir bu misallar mənə. Sizin adınız nə idi? Çətinmə. Hə, aydındır. Siz topludan işləyin. Toplunu işləyin, göndərin mənə, oradan suallarınızı yazın. Mən baxın, o suallara görə sizə onların izahını verim. Çünki bu bizim ümumi dərsimizdə, fərdi hikmə dərs keçmirəm ki. Deməli, siz o sualların izahından o səviyyəni mənimsəyin, tam olaraq mənimsəyin. Ondan sonra, məsələn, buralara giriş edin. Yəni, buralar artıq üst səviyyədir. Məsələn, mən tutaq ki, test 9-un ikincisini yazacağım. Baxın, məsələn, A çıx 2, bu asan deyil. Yəni, A çıx 1, A üstə gəl 3. Ola bilər ki, bir misalı təmiz götürə bilirsiniz. Bir misalı anlayırsınız. Amma ola bilər ki, çox misal anlamırsınız. Elə də ola bilər. İndi 4 dənə vuruqdur. 4 dənə vuruqdur. Bir-birini vurub açmaq zülümdür, olmaz. Deməli, mən burada 3-dən -1-i toplayıram. Nə verir mənə? Müsbət 2-ni verir. 4-dən -2-ni toplayıram. Nə verir mənə? Müsbət 2-ni verir. Bu müsbət 2-ni verməsi, eyni şey verməsi nəyimə lazımdır? Eyni şey verməsi ona görə mənə lazımdır ki, yəni A üstə gəl 4-dən A çıx 2-ni vuranda, A üstə gəl 3-dən A çıx 1-i bir-birinə vuranda eyni şey versə, ancaq onları vuracam. Yəni bir mörtəzədə A çıx 2-ni A üstə gəl 4-ə vuracam. Bir mörtəzədə də A çıx 1-i A üstə gəl 3-ə vuracam.
Birbaşa vurum açım. A-nı A-ya vuranda, yəni bunu buna vuranda A kvadratı. 4, burada -2, müsbət 2A olacaq. Siz bir vurub aça bilərsiniz. Müsbət 2A olacaq, çıxılsın 8 olacaq. İndi keçirəm altından 2 dənə xətt qoyduqlarımı bir-birinə vurmağa. Burada olacaq A kvadratı, -1-dən 3-ü toplayanda müsbət 2A-nı verəcək, yəni açanda bu verəcək. Çıxılsın 1-i 3-ə vuranda 3 verəcək. Bu bizim işimizə niyə yaradı? Baxın, A kvadrat üstəgəl 2A hər iki mötəzədə var. A kvadratı üstəgəl 2A. A kvadrat üstəgəl 2A-ya bir T deyəcəm, T əvəzləməsi. Bu işi asanlaşdırmaq üçündür. Hətta birinci mötəzənin içinə T çıx 8 deyə bilərəm. Keçən dərsin sonunda da bunu demişdim. Amma indi T dedim A kvadrat üstəgəl 2A-ya. Burada T çıx 8 aldım. Burada T çıx 3 aldım. Üstəgəl 4 aldım. Bir-birinə vurdum, açdım təzədən T kvadratı. 8-dən 3-ü toplayanda 11 T alınır. Üstəgəl 24. 24-ün üstünə 4 gələndə 28-i verdi. İndi fikir verin. Bu zaman mən bunu vuruqlarına ayıra bilərəmmi? Ayıra bilərəm. Necə vuruqlarına ayıracağam? Məsələn, T çıx 4, T üstəgəl 7. T çıx 7. Bir-birinə vuranda, vurub açanda görəcəksiniz ki, 28-i verir, -4-ü -7-yə vuranda, toplayanda da -11-i verir. Bu da kvadrat tənliklər bölməsində də vuruqlarına ayırma, yəni adi kvadrat tənliyə keçməmişdə biz vuruqlarına ayırmağı bilməliyik. T çıx 4, T çıx 7 aldıq mı? Aldıq. Biz T-nin yerinə nə qoymalıyıq? A kvadrat üstəgəl 2A qoymalıyıq. Baxın, A kvadrat üstəgəl 2A çıx 4 birinci mötəzədədir. A kvadrat üstəgəl 2A çıx 7 ikinci mötəzədədir. Nə gördük? Bayaqki mülahizəm sıfıra düşdü. Yəni A kvadrat çıx 2A üstəgəl 4 götürsəm yanacaqdıq. Cavabımız A kvadrat üstəgəl 2A çıx 7.